Herbaflora'nın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi başladı. Ləzzət axtarışının növbəti bölümündəyik. Oğuzdayıq. Bugün səhərimizi Oğuzda açmışıq. Doğrudan da Oğuzda səhər açmağın zövqü bir başqadır. Çünki yolumuz Xalxal kəndinə olacaq. Bəli. Dedik ki, bir gün öncədən gələk, Panorama Resort oteldə bir dincələk. Bəli. Səhər də duraq, gedək, Xalxalda o ləzzətli yeməklərin dadına baxaq. Məncə bugünkü gün mükəmməl olmalıdır. Hava da əladır. Çünki dincəlmişik qəşəng, zövq aldıq bax bu qaldığımız məkandan da. Ondan sonra indi günümüz necə olacaq bunu sizə göstərəcəyik. Yavaş-yavaş onda yollanaq Xalxala. Amma bunu da unutmuruq çünki bizim baş sponsorumuz Herbaflora'dır. Sponsorumuz Oba Marketlər şəbəkəsinin dəstəyi ilə ləzzət axtarışı Oğuzda. çayların şırıltısı, dağlar, mənzərə möhtəşəmdir, hə? O qədər gözəldir. Sən bir havanın gözəlliyinə bax. Vallahi Sən superdir. bir təbiətin gözəlliyinə bax. Möhtəşəm. Ancaq bulaqların səsini eşidirsən, Hə, ancaq bulaqların səsi. quşların səslərini eşidirsən, cəhcəhlərini, möhtəşəmdir. Bu gün nə bizi kim çağırır bura? Bu Xalxal günləri kəndinə. şirin şəkər bir nənənin qonağıyıq, Gülsarə nənənin. Gülsarə nənə. Xalxal kəndində. Tüstüyün isinə bax. Nəsə gəlir, nəsə Ocağın gəlir. bu o deməkdir ki, həyətdə nəsə qurulub. Hə, sənə bir dənə bir şey deyim. Deməli, bu Xalxal kəndinin adı var. Bax indi günəşli havanı görürsən. Aha. Əslində xal ilə günəş mənasını verir. Doğrudan. Bəli. Burada qəşəng xallı balıqlar da olur, ha, farel. Xallı şey farel var. balığı. Burada nə Eşq gözəl- olsun, necəsiz? Hoş gelmişsiniz. Keyfiniz əhvalı, yaxşısınız? Hoş geldiniz. Həmişə gözəl günlərdə, gözəl günlərdə. Hoş geldin. Necəsiz uşaqlar? Yaxşı, gəlin bir Əminə görüşənə. Necəsiz? Yaxşı. Adı nədir sənin? Zərifə. Zərifə, nə Zərifə gözəl qızım, adın var. gülümsə. Sənin adın nədir? Şəhidə. Səidə. Sənin adın? Siz də gəlin. Şəmra. Səmra? Bəli. Oy, Allah, Gəlin Səmra. bura, qaqaşlar da var burada. Nə qəşəng, səliqəli geyinib Oy, keçinib bəh. Yanaqlara bax, qıpqırmızı. Üzümüz bu yana yana. Adı Ona bax, nədir? ona bax, səni. Sizin yanaqları niyə belə qıpqırmızıdır? Sən o da yeyiblər maşallah bu təmiz baldan. Hə, hə. Hə? Ona görə də yanaqlarına bax. Hə, bax, bax, elədir. bax. Verirlər sizə səhər bal. Bunlar bu dağın ətəyində bax təmiz havada yaşayırlar da yanaqlar. Ay, yeyirlər təmiz qaymaqdan maşallah, baldan. gözə gətirəcək. Udurlar bu havadan. Hə, müəllim? Bəli, Ona görə də sağlam qalırlar. bəli, bəli. Bir şey görmüşəm həmişə. Elədir ki, Oğuzda yaşayan insanlar bir ağbəniz olurlar. Heç mi yayda qaralmırsınız? Heç Kölgədə olub da. kölgədə olursunuz. Və yaxşı bu təsərrüfat işlərlə Kölgə. kim məşğul olub? Örüşə kim gedir?
O da kölgədədir da. O da kölgədədir. Hə. Çünki baxıram hamısı çoxu sarışın, ağ bəniz belə. Qəşəng göçək də, yəni göçək olur. Necəsiz qardaş, keyfiniz Çox sağ ahvalınız? olun, var olun. Siz Salam necəsiniz? əleykum. Salam, xoş gördük. Salam əleykum. Canım ay bibi, necəsiz? Keyfiniz ahvalınız? Yaxşısınız, Allah sizə ömür versin. Salam mənə. Necəsiz? Ne qəşəng qızdır. Ay. Gülsara bibi, Hoş necəsiz? gördük. Sağ olun, yaxşıyam, Keyfiniz yaxşıyam. ahvalınız? Şükür Allah'a, yaxşıyıq. Allah canınızı sağ eləsin, belə həyatınızda həmişə belə gözəl günlərə gələk. Sağ olun can, sağ olun. Amin. Ləzzət axtarışında bugün Gülsara bibinin həyatındayıq, qonağıyıq. Bibilərdən də bir tanış olaq xanımlarla. Qonşular, Qonşular, həm də onun eltisi. Eltisi. elti. Gəl bura. Elti. Bu şirin bebi bəs, bu da eltidir. Ya bu da elə yaxındır, qonşuyuq. Ha, burada bizim öykü. Sizin öyüdür. Və siz nə vaxt öyüzə bizi qonaq çağırırsınız? Ha vaxt istəsəz. Ha? Ev çay içməkdə onlara gedək də. Eyvah, və sizlə də? Qonaqdır bu uşaq. Ha, laf əla, laf əla. Deyir uzaq qohumdansa yaxın qonşu qonşu. yaxşıdır. Qonşular evimizin bəzəyidir, nəqşidir. Nə ki? Qonşular çox gözəl qonşularım var. Nə gözəl. Ha? Maşallah, həqiqətən yaxşı qonşularım var. Deyirəm, düz dağın ətəyindədir eviniz. Belə səhər durursan, vay vay, oradan gələn təmiz havanı udmaq. Nə bilim, sakitçiliyə bax, nə gözəl. Ha. Bu nədir belə? Xurma. Bu xurmadır. Karalyok deyirik. Bildiyim qədər Oğuzda şabalıddır. Daha Fındıqdır, məşhur. şabalıqdır, qozdur, Bunlar daha çox olur, değil mi? nə bilim, almadır. Bu nədir belə? Ərişdədir bu? Yenə mən xəmir gördüm. Nədir o? Ərişdə də deyirik, xapay da deyirik. Hapay. Yaxşı, ərişdə ilə bunun fərqi nədədir bu? Valla bu həm ətlə olur, turşulu deyirik. Aha. Həm də lobya ilə eləyirik, qoz zad töküb, qozla eləyirik. Onda olur o sizin dediyiniz xapay. Bəli. Bibi, deməli burada həm də farel balığı məşhurdur Oğuzda. Bəli. Bəli, Oğuz elə barel. Barel yox, bu neftdən danışmırıq da, bu bareli getdi, görəsən neftin bareli neçə düşüb. Xüsusi yerlər var ki, burada balıq yetişdirirlər. Bəli, bəli, Hətta onun balacaları da olur, çıqıl-çıqılı farellər, üstü qırmızı xallı. bəli. Hamısından yezik bu ilə bildiyim qədər. Allah qoysa. Bəzək. Hazırlayarıq, yeyərsiniz. İnşallah, inşallah. Onda hazırlayaq yavaş-yavaş. Şişdimi? Axı burada nəsə hazır. Bu nədir, bibi? Mən başlayım yeməyə. Da mən dözmürəm. Bir də kameranı söndür. Bir tükə nəsə yeyin. Ha. Hələ bunu. Bu nədir? Bu nədir bibi? Nədir? Xapay. Bibi rəngi niyə belədir onun? Ona qoz tökmüşük, qoz. Aha. Ona görə rəngi belə alınır. Aygün, fikir vermirsən, bizim zonalarımızın çoxunda yeməkləri qozla bişirirlər. Sonra lobyalı aşa da qoz vururuq. İndi vurasız. Da lobyalı aş eləməmişəm. O şəkidə döşəməli eləmişdilər eləmişəm. bizə. Şəkidə eləmişlər şəkin çəkəndə lobyalı aş. Bax onda bir qoz vurdular. Vururuq, üstünə də bir qoz kosa vururuq. şəkər tozu Bəli, tökdülər. kesuq. Sizdə mi elə edirsiniz? Bizdə Bizdə də yanaşı bölgələrdir də Elədir, normaldır. elə. Hə. Get qaşığı, ay gəlin, ay gəlin, ay gəlin. Becid işdə biraz. Ay gəlin, ay gəlin. Deməli bu Oğuza bişən xapaydı. Bu ərişdə ilə demək olar ki, bənzərdir axı. Qaldır gözünün içini, qoz içini ye, göstər. Ərişdəyə ət tökürük. Ondan sonra turşu salırıq ərişdəyə. Amma Ah. buna bir dənə qozdur, lobyadır Ay və bibi, salam, bir də xəmir. onda bunun qozunu çox eləmisiniz də, hə? Çünki rəngi dönübsə deməli qozu çox əzib döymüsünüz də. Bibican, Deyib işdi. sən başı ödənəm, səndən bir dənə bir şey soruşum. Subay oğlum var. Yox, əşi, yox. Yox, aşı nə idi? Bunu bir dənə yer belə eləmək istəyirəm, eləyəmirəm. Bu qızı bilmirəm, ara vermək lazım. Bir dənə onsuz tapa bilərsiniz biz. Yəni avara olmasın da. Yəni özü bu saxlayacaq onu. Oğlanın çox çətinlik olmaz. Özü 2-3 yerdə işləyir, saxlayacaq oğlanı. Sağ olsun oğlum.
Deyir sağ olsun valla. Bibi siz necə tanış olmusunuz yoldaşınızla? Ərə necə getmisiniz? Getməmiş olayım. Allah demə dayı, onda mən nə soruşursan gəmirəm. Adam özü dayı belə dedin dayı nə deyim onda. Sən onda buna düzəməlli adam tapmazsan. Yox, hayır. Yaraşır zaman. Nə pis idi ki, yaxşı, nə pis idi ki, ay bibi, nə pis idi, maraqlıdır mənə. Nə pis idi sən Allah. Bəlkə yaxşı baxmamsa, yeməyə zadın duzsuz, dadsız yeyirdin. Elə eləmişəm. Bibi hazırdır bu. Hazırdır. Yiyip tadına bakarsınız. Maraqlı qoxusu gəlir la. Qızlar. Siz də gəlin. Qızlar gələnmi? Gəlin. Bibi bir dənə xapayın dadına bax ha. Mən deyəcəm bu xapay nədir? Gəl xapay yeyək. Deməli, əziz və dəyərli müsüllər heyəti, bu yeməyin dadına baxıb düzgün qərar verməkdə Qərarlısınız yoxsa yox? qərarlısınızmı? Bəli. Sən nəsə bəlim xoşuma gəlmədi, nəsə yeyib bizi aldadacaqsan. Belə də. Başlayaq. Getdik. Xapay. Oğuzun Xalxal kəndində xapay yeyirik. Görək dadı necədir. Ama Aygün biraz dadı ərişdədən fərqlidir. Yox, fərqlidir. Ərişdə deyirəm, həmişə yeyirəm. Bu çox fərqlidir. Ha. Belə qəribə bir, həm qozun dadını verir də. Vitamin də başda. Ne görsən? Yedi. Ne görsən? Bəyəndin Çox dadlıdır. Çox qəşəngdir deyirəm belə. İçəsən, oturasan peçin yanında. Üstünə də bir dənə çay içəsən. İşte çox bişiririk onu. Həm ətdən də bişiririk. Bu yenə qəşəng. Aygün onu içirməksə yeyirəm. Qış gəldi, biz elə şeylər bişirərik. Ha. Xoşuma gəldi bax. Heç vaxt bu yeməyin adını eşitməmişdim. Nə adını eşitməmişdim. Xapay. Maraqlı görsən. Qəşəngdir. Bibi necə bişirib? Yaxşı bişirib? Yaxşıdır. Yaxşıdır. Əzanlı deyim. Mən bu yeməyi bəyəndim bibi. Oğuza gələndə bundan həmişə yeyəcəm. Nə vaxt gəlsəz, Çünki çox qəşəngdir. qonağımsınız. Öpürəm bibizən. Allah razı olsun. Budur mənim çıxartdığım gəzmək. Günümə saatıma baxır. Bir köhnə külüş telefondan şəklimi çəkir güya yaxşı düşəcəm. Cəmaatın əri evdən çıxanda 50-dən 100-dən cibinə cib xərcliyi qoyur. Məni gətirdiyim maşına bax, təkərləri partladı. Ay ürəyim, biraz səbirli ol da. Bax bu dediklərimin hamısını bu ay həll eləyəcəm. Sən can, mən nağıl danışma. Ay qız nağıl danışmıram Xəbərim var, obada nağıl kimi günlər kampaniyası var. Obada? Bax pişiyim, hər 10 manatlıq alış-verişə bir lotereya şansı qazanırsan. Ayın 1-dən 31-nə qədər də davam edir. Hər gün 50 manat, 100 manat Oba mobil tətbiqi balansı. Həftədə bir dəfə iPhone 17 Pro. Hələm ayın sonu pişiyim. Nə? Çangan Q05 avtomobili. Qazanma şansı var. Baş üstün, onun üçün də girək aldır idi. Girək. Səbrin olsun, bir 5 dəqiqəyə hazırdır. Pili of.
love, bir love, bir love, bir love, bir love, bir love. Doop dap doo, doop dap doo, doop dap doop, doo doop dap doo, doop dap doo, doop dap doo. Bir dənə gətir kameranı bura. Bu nədir, bu nədir? Bunlar nədir? Bu nədir baba? Dibinə qoyduqlarımız. Aşın dibinə qoymusunuz. Bu amma Cunaya bükmüsünüz də, hə? Bu Cunaya niyə Bunu bükmüsünüz? cünəyə bükmüşəm ki, rahat götürək dibinə. Az onu götür, alıb bura tök. Dən görüm. Cünanı bura Bunun tök. altında başqa şey var axı. O onun turşulu yeri. Bir dənə gəl bura. Bacı, deyir. Bir dənə gəl. Bir dənə bunun altına bax. Buna bax. Müşfiq, sən bir dənə bir şey görməmsən. Bu nə ətidir? Toyuq, ev Toyuq, toyuğu. ev toyuqları. Tez olun ay gəlinlər, tez olun bir evin bir gəlinisiniz. Biraz becit işləyin, biraz cəld işləyin. Qaynanavızın qabağını tez təmizsizsiz. Vay, vay. Ürəyimiz partladı və biz acından öldük. Mən belə aş hələ görməmişəm. Bunu indidən nişangahlayıram. Bu mənimdir. Qəti heç kim götürməsin. Vay, bunu götür. Deyir, xumar gözdən yaş gəlir, pəncərədən daş gəlir. Belə Oğuz elində süfrəmizə aş gəlir. Amma aş aparanda məclislərdə onun bir ənamı olur. Hadi qıtar da daydan Yo, gətir yo, gəl. yo, verən deyiləm. Çıxar aşın xələtini ver. Çıxar aşın xələtini ver sonra. Xeyr ola ki, mən hər dəfə aş gətirirəm süfrəyə. Yetdi manat bəs edir. Sən niyə girsən bura? Göstərsən Bundan hamısını. bunu da almaq yenə böyük bir şeydir, bu. Qoy qalsın. Aynen. Bir dənə aşa bax. Bu nə gözəllikdir. Aşın üstündə elə bir ki, bax, rəssam işləyir. Buna bax. Oo, Deməli, buradan bir dənə bu şabalıqdan. aşı götürdü, altından başqa aş çıxdı. Bir altından başqa cür ətlər çıxdı, nə bilim. Bu qızlarımıza hələlik əti də qoyacaq. Bu bir qızımızın Döşün. Döşəmə pilovu da bizim demək olar ki, bütün bölgələrimiz edir, amma fərqlilik məsələsi var burada. Hər bölgə fərqli eləyir. Amma burada da indi ağ pilovun üstündən nə altından qara. Mən zəif adam, incə Sən olduğuma elə yeməsən, görə hə? Qızlar, hələ yiyin hələ görüm hələ bəyənirsiniz, yiyin hələ. Yiyin hələ, başlayın hələ. Tərtəmiz çəltik düyüsü. Qəşəng belə öz ərazilərinə bitirirlər, sonra da gətirirlər, bişirirlər. Nə yapıyorsun? Ha? Nə yapıyorsun? Ne yağ gətir? Bəyənmirsən özün bişir. Hə? Pilovda özün bişirsəm, onda arvad nəyə lazımdır? Nə? Yiyin, şöp bana varlar. Səncə bu toyuqdur, xoruzdur, bu nədir? Xoruzdur. Xoruzdur bu, deyirəm axı, bu xoruzdur. Xoruz, ha bunun budundan bildim ki, bu xoruzdur. Yəqin ki, ümid eləyəm, xoruz məndən inciməz. O zaman xoruz atı Mən dadlı olur. bilirəm ki, xoruz əti dadsız olur. Çox qəşəngdir. Çox müthiş bişirilib. Deməli deyəndə ki, bizdə fərqli bişirilir. Deməli düz deyirlərmiş. Duş olsun qızlar. Çox qəşəng, çox dadlıdır. İndi birazdan şabalıt da peçin üstündə qovuracaqlar bizim üçün. Şabalıtı necə yatırılır uşaqlar? Birbaşa tikanlı. Burada şabalıt ağacları da çoxdur Oğuzda. Görürsünüz, xala necə yeyir? Dağıdır. Siz də eləyin də, bayaqdan mən belə yeyirsiniz. Xala kimi yiyin. Oğuzun döşəmə aşı.
Xalxalda xallı farel. dağ sularında böyüyən fareldir, ha? Dağ sularında Aha. sümüksüz zatsızdır bu. Sümüyü var ama qızaranda heç bilinmir. Hə, xırçı-xırçı yeyirsən. Bu niyə belə orayda olur? O vaxtda türklər burada gətirib balıq saxlayır. Bundan qarışandır. Hə. Hə, Yeni başqadır. qohum olublar bir-birindən bunlar. Adam var, böyük balığı xoşlayır. Deyir ki, böyük balıq daha dadlı olur da. Mən bunu sevirəm. Amma mən balacaları çox sevirəm. Çünki o belə qıs-qıs da belə qoydun. Sümüyünü də hiss eləmirsən. Qıs-qıs. Hə, Mən sümüyü ilə bir yerdə yeyirəm. hə, hə. Kəkliyotu, itburnu, əvəli, bunların hamısını öz əlimlə yığmışam. Ay dayı, ay sana qurban olum. Ha bu yaşında sən özünü niyə dağa daşa vurmusan? Ha bunlara ehtiyac yoxdur. Herbafloranın bütün növ təbii bitkilərdən çayları var. Gətir bir dayın içsin də. Bax dayıcan, Tiabron öskürəyi anında kəsir. Tiakart yüksək təzyiq üçündür. Florelax içirsən, huzur tapırsan, sakitləşdirir. Mirfazin şəkərli diabetlər üçündür, mütləq içmək lazımdır. Hələ sən tiastamini dadasan, mədə üçün tərkibində nanə yarpağı, kətan toxumu, o qədər bitkilər var ki, saymaqla bitməz. Bir gözəl çay dəmləyim, gətirin bax. Bibican, Bəli. Allah sana ömür versin. Bu elə gülər üzünlə bizi qarşılamısan, bizim üçün bu qədər dəm daşı Bugün atımsan əziyyətimizi həyatda. çox çəkdi. Bibican, Herbafloranın çay çeşidləri çoxdur, hamısı da xeyirlidir. Çünki təbii bitkilərdəndir. Hanı hədiyyələrimiz? Hədiyyələrimiz gəlir yavaş-yavaş. Həmişə yazır. Baş sponsorumuz Herbafloradan. Çox sağ ol. İçində çoxlu çaylar var. Ürək üçün, mədə üçün, böyrək üçün. İç, otur peçin qırağında. Həmişə Serial sağlam baba. olasınız. Sağ Həmişə olun, sağlam sizlə olasınız. də. Bəs yaxşı bir dənə də bir şey soruşaq. Bəli. Soruş. Bazarı hardan edirsiniz? Qızlar. Bazarığı Oğuz rayonundan eləyirik, eləməklə. Yox. Obadan eləyirik. Bravo. Obadan. Bravo, bravo, Obadan obadan. eləyirsinizsə, oba da sizi düşünüb. Geninə boluna belə qəşəng hədiyyə almış. O sizin qəşəng yuyucu vasitələrimiz Oy. var. Bax yerə sərilən Oy, xalçalarımız oy. var bunlar. Biz rayonlarımıza, bölgələrimizə üst tutanda bazarlığı Obadan eləyirik. bir yeri var, dəyişilməz ünvanımızdır. Oba Market. Mənim bişi ben. Hazırdır, hazır, ötür. Ötür. Koy, hazırları var da burada da. Hadi götürdüm yani. Bax, bu Oğuzda hazırlanmış əzgil turşusudur. Göstər də əzgil turşusunu. Əzgil turşusudur, balığı belə. Əzgildir bu. Bəli, bəli, Siz əzgildir. balığı əzgillə yiyirsiniz. Bəli, əzgil turşusu ilə. Bəli. Oo, yaxşı. Gəl. Ah, Bax, ay, balığı mən belə bilirsən, niyə qoydun? əzgil turşusuna batırırsan. Elə Şuradan batırdım. Baba, buna bak, baş, balığın başı bura bak. Bu əzgil turşusuna belə getdi. O buradan da o belə. Bu nədir? Oh, birinci dəfə də balığı belə yeyirəm. Geçəndən bu balığı bayaq soruşdum ki, bu maraqlı parayı deyil. Deyiləm mən də bundan bu sarı rəngdə olan. Gəlin qızı götürdüm. Bunu belə. Mən cənubdayam. Düz dənizin qırağında böyümüşəm. Ona görə mən bilmirəm də balığı bu necə yemək lazım. Ana. Bunun sıkan yoxdur ya. Yoxdur ki. Ay, o üstü görən yeyə bilərəm. Yanaram ya. Azaq! 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 Azaq!
do, doop dap do, doop dap doop, doo doop dap do, doop dap do, doop dap do, doop dap doop, doo doop dap do. Sen özün fikir verdin Nazımın qızına. Güya bunun istədiyi varmış. Güya bu heç kəsə getməyəcəkmiş. Qoşuldu bir dənə nə avara görə qaçdı da. Mən də qısamdan görüşmən eləyirəm. Mən onu deyirəm də. Demirəm bizi. Onu deyirəm də. Mən indiyə kimi səndən belə artıq bir şey görməmişəm də. Amma bütün günü sandığın içində saxla, o da sonra belənsın olsun. Heç dəxlisi var. Getmək fikriniz yoxdur? Hə? Ha? Sən niyə çəkirsən? Ya biz burada Vay bala söhbət eləyirik. Söhbət eləyirik. Çəkdik verişib tardıq da bir. şey desə, bibi, inan o qədər xoşumuza gəldi. O qədər xoşumuza gəldi. Buranın həm insanları, həm yeməklər, həm bu peçin qırağında oturub təmiz havada söhbət eləmək, qeybət eləmək şeydə mən özüm qoşulmurdum da mən də söhbətə saldılar. Bir də çox sağ olun, ağsaqqal. Allah canınızı sağ eləsin. Çox sağ olun, sizi ilə belə, çox sağ olun. Xoş gəlmişsiniz bir də. Evlatlarınızın Narazı gözəl yeriniz günü. varsa, deyim, günahlarımızı biz də bilək ki, bu yeri düz eləmədik. Estağfurullah, estağfurullah. Hər şey yaxşıdır Mən dünyada. həmişə razı qalan adamam. Arada bir yəni bu narazı qalıb. Buna da nə bir şabalıqdan zaten sumkasına Yox, bayaq bir kəlmə söz dedim ki, radiyam mən. Cırradın, onadır. Cırradın. Deyirəm ki, bibilər otursun böyrümdə Dedim deyil. ki, bilər verdi işte axşama kimi ayaqda Doğru, durmağa. elə Kənd ki, qadını belə axşama kimi işləyir də, onun işləri var. Qadınları Ha, Belə şey olur. o dedi yox. Kömək belə eləsin. olmaz. Bax, onlar can döyürlər, ala deyir. Ona görə mi cırrıbsan az? Hə, danışdana. Can döydü. Danışdana bacı niyə bilmirsən? Oturanda Din işlər dana. qalır axı, kim Hə, ölmədi? oturanda bəbə siz niyə yeyəsiz? Biz işləyirik də. Nə işləyirsiniz yaxşı? Yolun qırağındayıb odunu gördün. Hə, bir dənə odun Onu gətirin mən və yarıram. salam. Onu mən yarım. Qiymət ha. Oturub gəmidə gəmiçi ilə dava edir. Ayıb Əslində başqa atıram ki, biraz şabalık yeyir. götürüb o odundan indi bizim üstümüzə gəlsə nə olacaq? Allah eləməsin. Öpürəm sizə, öpürəm. Allah eləməsin, Allah sağ ol. sizin canınızı sağ eləsin. Həmişə belə süfrəniz dolu olsun. Həmişə eviniz belə qonaqlı qaralı olsun. Bizi bir gözəl bir xanım var. Aygün. Nə? O şabalıqdan bir dənə yeyək, yavaş-yavaş tərpənək. Çünki bizi yeyib Sima xanım da gözləyir. Bizim adımıza qəşəng bir tort hazırlayıb. Olar sən gedəsən mən qalım. Hə? Olar mən qalım bir gecə bunlarda bibi ilə. Mənə bax, Bibi ilə qalarıq. eşitsən? Hə. Mən sənin məqsədi bilirəm. Hə? Burada subay oğlan yoxdur, hamısı evlidirlər. Elə aləm subaydı, qız axtardılar Nə evlənməyə. aləm? Kim subaydı? Kəndin oğlanları. Bu, el aləm. Ha, elə aləm Oğuzda. subaydı, qız tapırlar ki. Dur get mən qalıram bu gün. Hədir hədir ana. Mən gələm. Hədir hədir amma da cəmaət bizdə var. birbirine Hədir bağlı, hədir cəmaət birbirine yatmaq bağlı. istəyir. Yox, birbirine. Demək, o boyda yeyib içmənin üstündən. Çox doymamışıq. Ya, gəlmişik. Oğuzda Sima xanım var. Düzdür, əslən özü Oğuzlu deyil. Maraqlı sənə də. İndi danışanda biləsən. Çünki biz bir dəfə də çəkilişdə olanda Sima xanımla görüşmüşük. Əslən Kəlbəcəridirlər. Ay Allah sevirəm də. Ha. Kəlbəcərə. İnşallah bizi Kəlbəcərə də dəvət edib, amma indi biraz orada soyuqdur. Hə. Üzü biraz yayay. Nə bilim, yaz vaxtı inşallah Kəlbəcərə də gedəcəyik. Bal yeməyə, bal yeməyə. İnşallah. Ay eviyəsi, salam. Ay nə qəşəng qızdır bu. Nə gözəl. Salamün aleyküm. Necəsiz? Sima xanım necəsiz? necəsiz? Keviz əhvalı necədir? Xoş gördük. İkinci dəfədir sizdən görüşürük. Hə. Necəsiz? Müştərilərdir yoxsa? Salam aleyküm. Ağsaqqal vəziyyətdə salamasıdır. Tanışıq. Sağ olun. Çox sağ olun. Keçən dəfədən bağışlayın, o şirniyyət çox yemişəm, o yadımda qalmır. Necəsiz? Hə, yoldaş tanıyıram. Necəsiz? Keviz əhvalı necədir? Yaxşısınız. Əsas orada alver var. Mühəbbisdir. Allah bərəkət versin. Xanımlar, siz necəsiz? Sağ olun. Yaxşısınız. Dedi ki, xalxaldaydıq. Yeriz məlum orada
qəşəng qarşılamışlar bizi. Yemişik, içmişik, qarnımız toxdur. Bakıya çıxmaq Çayımız da istədik. alın. Dedi ki, Sima xanımın tortundan yeməmiş getməliyik. Hoş geldiniz. Çünki biz bayağı Aygün xanıma dedim, hardasa bir 3 il olardı uşaqlar bundan qabaq bizim başqa bir turizm layihəmiz var idi. Onda biz gəlmişdik, Sima xanımla tanış olmuşduq və burada tort yemişdik elə bu məkanda. Onda da verişimizin adı ilə bağlı bir tort eləmişdik. İndi elə bir şeydir yoxsa baxamam. Nə qəşəngdir. O bir dənə yaxından baxmaq olar. Əlim dəymir ona, əlim dəymir. Onu bir dənə çıxarın zəhmət olmasa. Bizə bax. Açkima bak. Burada deyir. Açkuyum miri. Burada bilirsən kim oxşayırsan. Kimə? Kim çenirə. Kim çenə? Adam tapmadım mən. Baxım ala ona. Onun da şəkli var. Vay vay. Atom kimi oxşayır, bir dənə baxın. Kim çenə? Kim kimi oxşayırsan. Oo, nə gözəl, nə gözəl, möhtəşəm. Yo. Sağ olun. Ya da Çox sağ olun. Gangnam Style oxuyan Open. oğlan. Hoppan Gangnam Style. Oppan Gangnam Style. Oo, Gangnam Style. Mən nə qəşəngəm bu. möhtəşəm. Ha, burada doğrudan şəkildə, yəni həyatdakindən daha Xeyr, qəşəngsən. elə həmişə qəşəngəm. Bəlkə o tərəfdən Ay, kəsək, ondan da bir dənə qəşəng çay içək. Gəl oturaq. Aygün, məncə Yox, məni kəsmə. səni bölək. Yox, mən özümü gözür kəs. Niyə də, niyə Yox, qoysan? mən istəmirəm mən özüm. Qoy- Yox, məni kəsmə. Nə olar qoy, mən diri qalım, xahiş Yox, edirəm. mən diri qalmaq istəyirəm. Mən kəsərə. Bəlkə qırağından kəsək, dalaşmayaq. Hə? Tortun qıraqlarını yeyək, ortası qalsın, el eləyək. Mən onu xalçadan asacağam evdə. Xalçadan asad, şir eləyəsən hər yanı yaxşı. Yox, onda- qırağın. O da qıraqlardan yedə, işlədə onda qıraqlardan. Adamın ürəyi gəlmir bunu kəsməyə. Oyda, xoş gəlmisiniz. Eyvaqda, xoş gəlmisiniz. Bunu kəs. Deməli Sima xanım dedi ki, bu içinə baxmırıq hələ. Sima xanım dedi ki, bunun içi də qeyri-adidir. Fikirləşdim ki, yəni siz hər gün gündəlik tortlar yeyirsiniz, biraz fərqli olsun, qeyri-adi olsun. Aha. Kapçino Maraqlı qadında da bir gəlir. tort hazırlamışıq, bəli. Buyur. Acı ilə şirinin sintezini eləmişik. Acı ilə şirin. Bəli. İndi baxarsınız inşallah. Bax, ana sən gömbulsan, biraz sən daha çox yeyirsən. O. Ora bu operator gəldi yaxınlaşdı. Bu operatordakı bir ağzımızı güdürür, bir imkan vermir ki, Oh. bir loxma qoyum ağzıma apardı Getdi, şam apardı. tortunu. Getdi. Aa. Gətirdi yenə naraton. Yemirəm də bunun nəyə Bəs bunun tərkib üstü nədir? Üstü krem, sadə kremdir, sadəcə olaraq içi özəldir. İçi acı ilə şirin. Mən ağladım. Baxın onun dadına. Baxın orada. Doğru sən? Cappuccino! Merhaba. Sen onu buradan niye yiyirsən? Səhv salmışam. Sənin qabağında da var da. Burdandır. Oy Allah bu qızın gözünü öldürsün. Ay necə möhtəşəmdir Sevinç xanım. Sevinç xanım kimindir də? Sima xanım. Dad bitər elədi bunu. Ümumiyyətlə, mən Azərbaycanın bütün bölgələrini sevirəm. Məndən Çox həmişə fərqlidir. soruşanda ki, hansı bölgədəndir sənin, yəni 7 nəcabətin? Deyirəm ki, hər yerdənik. Mən bütün bölgələrə il ərzində bəlkə bir, nə bilim, 100 dəfə gedirəm. Yalan olmasın, həqiqətən. Bütün işim, gücüm ancaq bölgələrdə də gedib gəlirəm, gedib gəlirəm. Və mənə çox yaxın olan bir bölgənin adını çəkdi. Deyir, bağım, baharım, cənnət məkanım, Boy. Kəlbəcərim. Dedilər ki, siz Kəlbəcərdə yəni doğulmusunuz və o bölgənin suyunu içən bir xanımsınız. O vaxtdan Oğuzda məskunlaşmısınız. Oğuz'a ailə qurub gəlmişəm. Neçənci ildə məcburi köçkün kimi gəlmisiniz? 93-cü ildə. 93-cü ildə. bəyəm. Birbaşa Oğuzda. Yox, Naftalana. Naftalana gəlmişəm. Sonra bu qəşəng oğlan sizi görür. Bu qəşəng oğlan. Bu qəşəng oğlan görür, harda görür? Harda görür? Xala oğluyuq, xala qızıyıq. Hala oğlu, hala qızısınız. Onda nədir? Görməklə Kəlbəzərdə görmüşdünüz Bəs də. Oğuzda nə gəzir yaxşı? Bunlar da burada məskunlaşıblar. Hə. Ha,
xala oğlu ilə xala qızı müharibə dövründə gəlirlər başqa bir rayona. Birdən-bir hər şey qalır qırağa deyir, xala qızı, sən nə yaman dəyişilimsən ha? Səni alacam. Deyib, ailə Yox, qurdu. maraqlıdır ki, Kəlbəcərdə yadına düşmürdü, gəlib bir Qaçabaqda yadına düşdü ki, Ona deyirəm mən də. burada evlənməliyəm. Bu ilə o vaxt orada niyə yadına düşüb? Uşaq idi, onunla 9 yaşında. Ha, gəlib da gəlib burada böyüyüblər, zad ediblər, sonra ondan sonra ailə qurdular. O vaxt evləniblər, xaloğlu, hala qızı. İndi xala qızı, xaloğlu evləniblər. Qohum evliliyi daha olmur, bitdi daha. Sima xanım, o gün olsun, inşallah Allah bizə qismət eləsin. Kəlbəcərdə belə bir tort bişirsinlər. Əsas odur ki, şəkli. ha, inşallah bu belə tortu belə üstü şəkilli, məkilli, belə qəşəng bişirəsiz. Biz də onda gələk o tortu yeyək Kəlbəcərdə. İnşallah. Qismət olsa, inşallah Kəlbəcərdə görüşərik. İnşallah. Herbafloranın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi bitdi.